Deyək ki, vətəndaşın hansısa təlimə ehtiyacı var. O necə bilə bilər ki, sizin mərkəzdə həmin təlim verilir yoxsa yox? ASA İnnovativ İnkişaf Mərkəzinin həm saytında, həm də sosial şəbəkələrində biz mütəmadi olaraq bu barədə paylaşımlar edirik. Cari təlimlər, hansılar ki, rutin olaraq həftəlik keçirilir və nəzərdə tutulan təlimlər. Ola bilər ki, bəli, kiminsə hər hansı bir təlimə ehtiyacı var, amma onu ad olaraq səhifədə görməyibsə, müraciət edib soruşa bilər və eyni zamanda bizim həm təlim iştirakçıları, həm təlimdə əvvəllər iştirak etmiş və bizi izləyən işgüzar şəxslərlə birlikdə bir qruplarımız var, şəbəkələşmə qrupları. Orada da onlar qeyd edə bilirlər və biz operativ olaraq cavablandırırıq. Ayşə xanım, təlimlər pulludur, pulsuz? Təlimlərin pulsuz olanı da var, pullu olanı da var. Bu necə tənzimlənir? Biz ümumiyyətlə yeni alət tətbiq edəndə, yeni mövzular gətirəndə bunun təbii ki, ödənişsiz olmasına üstünlük veririk. Mütəmadi olaraq ustad dərsləri, workshoplar, elə süni intellekt savadlılığının özü ödənişsiz olaraq mərkəzimizdə həyata keçirilir. Bu barədə də elanlar yerləşdirilir. Amma bəzi təlimlər var ki, məsələn, dövlət və özəl qurumları sırf öz əməkdaşları üçün bunu təşkil etmək istəyirlər və yaxud konkret bir spesifik sahədə onu təşkil etmək istəyirlər və yaxud da uzun müddətli təlimlər olur ki, artıq burada təbii ki, ekspertin məvacib də nəzərə alınır deyə ödənişli təqdim olunur.